Deməli, Ermənistan iki üzlü siyasət yürüdərək beynəlxalq hüququn tələblərini pozur və Rusiyaya sanksiyalardan yayınmağa dəstək verməklə Ukraynadakı humanitar böhranı dərinləşdirir. Bu fikirlər Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatının ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyalarının tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumlarının rəhbərlərinin açıq məktubunda qeyd olunub. Vurğulanır ki, 2021-ci ilədək Ermənistanın ixracında Rusiyanın payı 27% keçmədiyi halda 2022-2023-cü illər ərzində Rusiyanın payı 40-44% yüksəlib. Buna səbəb Ermənistanın sanksiyalardan yayınaraq bir sıra Avropa İttifaqı ölkələri Ərəb körfəzi və Asiya qitəsinin aparıcı dövlətlərindən Rusiya bazarlarına ixrac məqsədi ilə mal və məhsulları idxal etməkdir. Ermənistanın Rusiyaya dəstəyinin davam etdirilməsi Ukraynada sülh və sabitliyin bərpasına yönələn qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviq edir. Sonda Azərbaycan qeydələri bir daha ABŞ və Avropa İttifaqını Ermənistanın ticarət əməliyyatlarına nəzarəti gücləndirməyə çağırıblar.